Neçə cür qurban növü var? Qurban növləri var. İsmail qurbanı var, vacibdir. Yəni imkanı olan kəslərə vacibdir kəsməsi. Nəzir qurbanı var. Məsələn, Allahım bu işim alınırsa qurban kəsərəm, universitetə girsəm qurban kəsərəm və yaxud da bu uşaq məsələn şəfası üçün qurban kəsərəm kimi nəzirlər, yəni Allaha verilən sözlərdir. Bunu da yerinə gətirmək lazımdır. Əqiqə qurbanı var. Əqiqə qurbanı qız evladı və ya oğlan evladı dünyaya gələrsə, ata-ananın bunun qarşılığında, yəni bu evladın qarşılığında şükür olaraq kəsdiyi qurbandır. Bu da vacib deyil. Bu sünnədir. İstərsəniz kəsərsiniz, istərsəniz kəsməzsəniz. Sizə tamamilə bağlı bir şeydir. Bir də sıradan dediyimiz, yəni bəla musibətin qalxması üçün kəsilən qurbanlardır. Allah qəbul etsin yəni hamısı. Adaq ətində, burada nəzir qurbanı dediyiniz zaman onun ətindən yeməməyə çalışın. Yəni tamamilə onu kasıblara verin. İsmail qurbanında özünüz də yeyə bilərsiniz ətindən. Əqiqə qurbanı uşaqlar üçün kəsilən qurbanda bunun da ətindən özünüz yeyə bilərsiniz və sıradan bir qurban da kəsəniz yeyə bilərsiniz. Amma dediyiniz nəzir qurbanının ətindən yeməyin. Sonra deyir ki, mən uşaq qurban demişəm, amma hələ kəsməmişəm. Günahçıdır. Yəqin uşağı olması üçün qurban deyib, evladı olmaq üçün. Əgər etdiyiniz niyyət, məsələn, Allahım uşağım olsun, qurban kəsələm. Əgər bu niyyətiniz qəbul olubsa, yerinə gəlibsə, kəsmək sizin üzərinizə vacibdir o qurbanı. Amma ümumiyyətlə dediyiniz qurban, məsələn, nəzir, niyyət yerinə gəlməyibsə, kəsməyə bilərsiniz. Yəni bunda da bir sıxıntı yox. Bir qoyun qurban kəsəndə neçə evə pay vermək lazımdır? Belə deyim, belə cavab verim. Bir qismini özünüzə ayırın ev üçün. Bir qismini, yəni qohumda, əqrabada kasıb olanlar varsa onlara verin. Bir qismini də qonşularda olan kasıblara verin. Nə qədər paylasanız Allah qəbul etsin. Verdiyiniz sizə qalacaq. Yəni əsas qazanc odur yəni.